get-gedə axmaqlaşırıq. 150 min, 200 bin insan olsa, 150 min, 200 bin insan olsa, özümüzdə gəlin loteriya oynayaq. 1 manatdan. Bir gün sənin kartın, hesab kartına 1 manatdan hamımızı yığışaq ataq, amma düz ataq. İnsafla. Doğru ataq. 1 manat nə? Heç nədir 1 manat. Dr. Gerald Crabtree deyir ki, insan zəkası 2000, 6000 il əvvəl zirvəyə çatıb və o gündən bəri yavaş-yavaş azalır. Yaxşı, bəs niyə? Crabtree'nin iddiasına görə bunun günahkarı kənd təsərrüfatının icadı və şəhərləşmənin getdikcə artması idi. Amma məsələ burada bitmir. Ronald Fisher'ın düşüncəsinə görə cəmiyyətdə aşağı təbəqələrin doğum nisbəti aristokratlara, yəni təhsilli və zəngin insanlara görə daha yüksəkdir. Bu da nə deməkdir? Daha az təhsilli ailələrdə daha çox uşaq dünyaya gəlir. Amma bu uşaqlar təəssüf ki, çox vaxt təhsil, şərait və diqqətdən uzaq böyüyür. Məncə də bu çox məntiqlidir. Çünki dünyanın bir çox yerində erkən evlilik, çox sayda uşaq dünyaya gətirmək şərt sayılır. 14, 11, 12 yaşında даже gedirlər. Bizimkilər dilənçidir. Amma təhsilə kifayət qədər önəm verilmir və nəticədə bütün bunlar da nəsildən nəsilə zəkada geriləməyə, savadsızlığa səbəb olur. Əslində TikTokda bir neçə dəqiqə vaxt keçirmək kifayət edir ki, bu axmaqlıq hipotezinin nə qədər doğru olduğunu görəsən. Nə olar ay bank, mənə pul ver, nə olar milli bank. Nə olar rə. Sizi verəcəm polisə söyüşsünlər. İndən belə söyün. Söyün. Bura bu videonun altına söyün.